İdrisov Bəxtiyar İxtiyaroğlu 16 oktyabr 2004-cü ildə Azərbaycan Respublikası Şəki rayonunun Aşağı Layski kəndində anadan olub. 2010-2014-cü illərdə ibtidai sinifi başa vurub. 2021-ci ildə Aşağı Göynük kənd tam orta məktəbində 11-ci sinifi bitirdikdən sonra Mingəçevir Turizm Kollecinə daxil olub. Bir il oxuduqdan sonra hərbi xidmətə çağırılıb və oxuduğu yeri donduraraq əskərliyə yola düşüb. İdrisov Bəxtiyar İxtiyaroğlu Bakıda en saylı hərbi hissədə əskərlik edib. Quba Qusar və bəzi rayonlarda təlimlərdə iştirak edib. Yüksək nailiyyətlər əldə etdiyi üçün fəxri fərman və təşəkkür məktubu ilə qiymətləndirilib. 2023-cü ilin sentyabr ayında Qarabağa yola düşüb və 2023-cü il 19 sentyabr antiterror əməliyyatı zamanı Ağdərənin Sırxavənd kəndində Zenit raket artilleriyası havadan müdafiə qrupunda döyüşdə iştirak edib və qəhrəmancasına şəhid olub. İdrisov Bəxtiyar İxtiyaroğlu şəhidlik zirvəsini ucaldıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fərmanı ilə vətənə xidmətinə görə ordeni və vətən uğruna medalı ilə təltif olunub.
Bilirəm yanında sən kimi nə qədər it var bu diz zat deyil, ünvanlanıb səni bizzat. Diz zat yerə izzah belə olmadan görülür diz bat burada. Ye. Dirəmişəm, ağzımı dirəmişəm. Ağzımı dirəmişəm. Hə, deyəcəm indi. Nə özüm şey deyim, sən zəhmət. Bilirəm yanında sən kimi nə qədər it var. Bəlkə bilsən nətədir? Mən ona girməsəm də, orada milli şeylərdə mən onu 30 duracam, prosta sən belə eləyəndə elədim, getdi. Başım. Gel de. Anne efendim. 100 yaşındayım, 100. Gelin bakın. Aşağıdan gelin bakın. Korkun diye. Amin. Amin. Hasan Onduran geldi. Hasan Onduran. Yaşıyor. Üzdən baxsın 20-25-əm, mənəvi yaşım çox dəyişkəndir. Sən herkesin qəhrəmanı, sən şəhidlik zirvəsinə ucaldın bəxtiyarım. Bu gün sənin bulağının açılışıdır qardaşım. Əzizlərin gəlibdir, mənim əziz qardaşım. Səninlə fəxr edirəm, mənim bəxtiyar qardaşım.